Bismillahirrahmanirrahim. Değerli izleyiciler, mübarek Ramazan ayındayıq. Allah'ın ziyafət ayında. Qeyd elədik ki, bu mübarək ay insanlara bir çox əxlaqi dəyərləri aşılayır ki, insan bununla onun haqqı tanımaq üçün, həqiqətə varmaq üçün istedadını üzə çıxardır və o həqiqətləri dərk eləyə bilir. Ramazan ayının faydalarından biri də budur ki, insan Allah'ı tanımaq üçün öz belə deyək ki, vücudunda, öz varlığında bir zəmin yaradır. Oruç tutmaq insanlara Allah'ı tanımaqlığı öyrədir. İnsan bu vasitə ilə Rəbbinə yaxınlaşa bilir. Necə ki, hədis-i şərifdə deyilir ki, Allah Təbarəkə və Teala buyurur ki, insanlar arasında ibadətin ya ibadətlərdən yalnız oruc mənim üçündür və mən onun mükafatıyam. Yəni oruç tutmağın mükafatı Rəbbin özüdür. Yəni Əllamə Təbətəbai bu hədisin açıqlamasında qeyd edir ki, bu bir deyimdir, bir kinayədir ki, deyir, insan yalnız oruç tutmaqla Allah'ı tanımış olur. Niyə? Çünki ilahi sifətlərdən biri oruç tutaraq insanda təcəlli eləyir. Bilirsiniz nədir bu? Bu ehtiyacsızlıq. Yəni insan ki, dünyavi ehtiyaclarının köləsinə çox vaxt çevrilir, oruç tutarkən bu dünyavi ehtiyaclara yox deyir. Oruç halında şəhvətə yox deyir, oruç halında qəzəbə yox deyir, oruç halında yeməyə, içməyə yox deyir, oruç halında bütün qeyri-insani əməllərə yox deyir. Və bu yoxlar da onu zikrə doğru, fikrə doğru, təfəkkürə doğru, doğru düşüncəyə doğru, ixlasa doğru, ləyaqətə doğru, şərəfə doğru hidayət edir. Və bütün bu gözəl xüsusiyyətlər də qəlbin Allah'ı tanımaq potensialının üzərinə günah vasitəsilə çəkilən pərdələri yırtır və insan həqiqəti görə bilir, insanın bəsirəti açılır. Ona görə də Allah Təbarəkə və Teala buyurur ki, oruç tutmağın mükafatı mənəm. Yəni insan oruç tutaraq məni qazanır. Allah'ı qazanır, Allah'ın rızayətini qazanır. Ona görə də oruç tutmağın əsası budur ki, insan hər tərəfli oruc olsun. Allah Təbarəkə və Teala o orucun mükafatıdır ki, insan cismən oruc ola, ruhən oruc ola. Təkcə yeməkdən, içməkdən çəkinməklə orucu özünü oruc hesab eləməyə. Qeybətdən oruc eləyə. Yalandan oruc eləyə. Yalan danışmaqdan oruç tuta. Haram eşitməkdən, harama baxmaqdan oruç tuta. İnsan qəlbən deyə ki, ilahi gözlərimi harama baxmaqdan kör elə. İlahi qulaqlarımı haram eşitməkdən kar elə. İlahi dilimi haram danışmaqdan, məni Allah'tan uzaqlaşdıran sözlərdən lal elə. Ayaqlarımı, əllərimi pis iş görməkdən, pis iş yola getməkdən şikəst elə. Əgər mənə verdiyin bu cisim, bu əzalar pisliyə xidmət eləyəcəksə, al onları məndən. Yalnız sənə həsr etməyə, sənə xidmət etməyə, sənin rızayətini əldə etmək üçün istifadə etməyi nəsib elə. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.